Dünyaya hər övlad gətirən yox, onu tərbiyə edib qayğısına qalan böyüdən valideyn adlanır. Ata-ana ömrünün bəzəyi ədəbli tərbiyəli övladdır. Pis övlad əldə 6-cı barmaq kimidir. Saxlarsan eybəcər göstərər, kəsərsən ağrıyar. Yaxşı övlad atanı vəzir, sizdən rəq, pis övlad rəzil elər. Yaxşı övlad ata bağı, sizdən rəq, pis övlad sinə dağılır. Teymurləng deyirdi ki, Çindən Qafqaza hökmüm işlədi. İldırım Bəyazıt qarşımda diz çöktü. Dünya mənə başa idi, amma mənim dərdim böyükdür. Övladlarım fərsizdir. Əzizim yaxşı ata, pulun ver yaxşı ata. Övlad fərsiz olanda dərd çəkər yaxşı ata. Allah hər bir atanı belə dərddən qorusun. Bir ailədə ata ağır xəstə yatırdı. Ailəni ana dolandırırdı. Ailənin yeganə övladı orta məktəbin sonuncu sinifində oxuyurdu. Atanın vəziyyəti ağır olduğundan ana işdən çıxmalı olur. Hər gün oğlunun evinə gec gəldiyindən narahat olsa da ata ancaq ona hələ heç bir söz demirdi. Bir axşam oğul evə gec qaydanda gördü ki, atasının otağının işığı hələ də yanır. Təlaş içərisində evə qaçdı. Ona elə gəldi ki, atasının vəziyyəti daha da ağırlaşıb. Qapını atası açdı. Oğlunun evə gec gəldiyindən qəzəblənən ata özünü güclə toplayaraq ona sərt bir şillə vurdu. Oğul başını aşağı salıb otağına keçdi. Səhər tezdən evi səliqəyə salan, yığışdıran ana atanın yastığının altından bir məktub tapdı. Təəccüb dolu maraqla ərinə verdi. Ata məktubu oxuyub hönkür-hönkür ağladı. Məktubda yazılmışdı. Gözümün işığı ata. Bağışla ki, səndən xəbərsiz axşam məktəbinə keçmişəm. Gündüzlər işləyir, təhsilimi isə axşam alıram. Ailəmizi dolandırmaq üçün başqa yol yoxdur ata. Zərfin içindəki o pullar isə dünən aldığım ilk maaşımdır. Ata, səni də, anamı da çox sevirəm. Laf çox. İcazəsiz iş tutduğuma görə mümkünsə məni bağışlayın. Bütün ömrünüz sizə borçlu olan oğlunuz. Deyirəm, ay ata ömrünə oğul olanlar, balı da atasız azı bilinsiz. Ay oğlan doğulub oğul olanlar, atanı başların tacı bilinsiz. Ata varlığını duymayan kəsin nə şanı, şöhrəti, nə tacı olub. Varını atıya qıymayan kəsin özü də çörəyin möhtacı olub. Xeyir duanızı atadan alın. Sözləri halallıq zəmanətidir. Hər vaxt ataların qeydinə qalın. Atalar Allahın əmanətidir. Evləriniz atalı analı olsun. Ata ana adıyla dünyadan köçənlərin ruhu şad olsun. Təşəkkür ederim.